Sabirabad polisi rayonun Qaratəpə kənd sakini 1987-ci il təvəllüdlü Alim Ağasəf oğlu Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçirib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Alim Ağayevə məxsus həyətyanı sahədən əkilib becərilməsi qadağan olunan 207 ədəd narkotik tərkibli çətənəkolu və 2-3 litrlik bankada ümumi çəkisi 1 kiloqram 171 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Amma narkotik xassəli bitkilərin əkilib becərilməsi ilə məşğul olan Alim Əliyev isə bir neçə günlük axtarışlardan sonra saxlanılıb. O hadisə yerindən qaçsa da polisdən canını qurtara bilməyib. 23 iyun 2013-cü ildə polis şöbəsinin nümayəndələri həyətyanı sahəmə baxış keçirəndə mən bunu bilib bir müddət bu cinayətdən yayınmaq istəmişəm və nihayət polis şöbəsinə gəlib təslim olmuşam. Faktla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Əliyev Alim Ağasəf oğlu barəsində 237.2.3 və 234.4.3 maddələri ilə cinayət işi başlanmış. Alim Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhəmməd Rzayev, Aydın Yavərzadə, Mirəl Əkbər Hüseynov, Sabirabad.